Gəlin universal modeli ilə davam edək. VAZ 2102-dən sonra onun layiqli davamçısı kimi VAZ 2104 ortaya çıxdı. Bu modelin əsasında isə ondan 5 il əvvəl çıxan Piterka VAZ 2105 dayanırdı. VAZ 2104 o dövr üçün dəbdə olan künclü dizayn aldı. Bundan əlavə salon tamamilə yeniləndi. İsitmə və ventilyasiya sistemi də modernləşdirildi. Maraqlıdır ki, 1994-cü ilə qədər 04-ün standart komplektasiyasında arxa şüşə təmizləyici və arxa şüşənin qızdırılması yox idi. Bu funksiyalar yalnız ixrac variantlarında olurdu. Buna baxmayaraq 04 həm Sovet vətəndaşları arasında, həm də xaricdə geniş populyarlıq qazandı. Bu model 28 il ərzində müxtəlif zavodlarda istehsal olundu. Tolyatti, Ijevsk, Sizran, Xerson, Lutsk, Kremenchuk, hətta Misirin Əlgiza şəhərində belə yığılırdı. İstehsalın son illərində model kiçik restyling aldı. Əsas dəyişiklik isə 07-yə xas olan radiator barmaqlığının tətbiqi idi. Bir maraqlı detal da var. 1999-cu ildə Tolyattidə VAZ 21045 adlı kiçik seriyalı modifikasiya buraxıldı. Bu model dizel mühərriki ilə təchiz olunmuşdu, amma yüksək qiymətinə görə bu avtomobil bazarda böyük uğur qazana bilmədi. Bəlkə də çoxlarımız heç bu modeli eşitməmişdik.